Şifrəli əməllər mövzusundan ikinci hissənin suallarına baxırıq. Yəni vurma və bölməyə aid olan hissəyə baxırıq. Birinci sualda deyir ki, belə bir vurma verib alt-alta vurma ifadəsidir. Yəni alt-alta vurmanı necə hesablayırıqsa eyni qaydada hesablayacağam. Yəni necə eləyərəm? Baxaram ki, elə vurub K-ya 0 alıb. Yəni bunu harda? Normal vurmada eli neynirdi? Vururduq K-ya, sonra eli 6-ya vurub yazırdıq, eli 3-ə vurub yazırdıq. Misal üçün, məsələn, nümunə göstərirəm. 32 vurulsun 16. Məsələn, neynirəm? 6-nı 2-yə vuram 12. Yəni vurulmanın qaydası necədirsə eyni qaydanı tətbiq edirəm. 6-nı 3-ə vuram tutaq ki 18, üstə gəl 1, 19. Bunu niyə nümunə gətirirəm? Yəni burada da eyni qaydadır ona görə. Yəni 1 vur 2, 2, 1 vur 3, 3 və s. toplayıram. Bu qaydada düzdür. 11 oldu, 512. Yəni burada da eyni qaydadır. Yəni eli K-ya vurub 0-la bitən bir rəqəm alınıb, düzdür. Deməli, mən fikirləşirəm ki, görüm ellə K neçə ola bilər. Və burada alt-alta toplamaya baxıram. 3-ün 0-ın üstünə isə gəlmir, 0 olduğu kimi yazıb. Amma baxıram 7-nin üstünə gəlsəm 9 eləyər. Əgər burada K-da bir yadda yoxdursa, demək ki, burada el elə 2 olmalıdır. Çünki 7-nin üstünə 2 gələndə 9 eləyər. El tapdım ki 2-dir. El 2-dirsə, gətirib bura elin yerinə 2 qoyuram. Yox, əgər bir yadda var idisə orada üstə gəl K-da, onda el 1 olar ki, 7 üstə gəl 1 8 eləsin, bir yaddan olaraq 9 eləsin. Amma burada hələ bir yadda olmadığını bilmirik. Hələ ki 2 olaraq düşündüm. Və yazıram ki, indi K-ya. 2-ni vurub K-ya 0-dan bitən ədəd alınıb, düzdür? 2 vur K 0-dan bitib. Deməli, bu K-nın yerinə ya 0 olmalıdır, ya da 5 olmalıdır. İkisindən biri olacaq. Davam edirəm. 2-ni vururam 6-ya, elədi 12. 12-nin üstünə gərək bir yaddanı gəlim ki, 13 olsun. Bura 3 yaza bilim. Əgər bir yaddam yoxdursa, məcburam bura 12 yazardım. Amma 3 veriblərək, demək ki, mütləq bir yadda var imiş. Bir yadda varsa, deməli 0-la 5-in hansını yaza bilərəm? 5-i yaza bilərəm ki, 2-ni 5-ə vuranda 10 edirək, bir yaddası qalır. Amma 0 yazsam, yəni 0-la bitəcək, bir yadda qalmayacaq amma. Ona görə 0 yox, doğru cavab 5 olur. Yəni K 5-dir. K tapıldı, el tapıldı. İndi yoxlayıram. Mütləq yoxlamalıyım axıra qədər. K-mız 5 yerinə qoyuram. 2 vur 5 10. 1 yazıram 0 yadda. 2 vur 6 12. O da 1 13. 1 yadda. 2 vur 3 6. O da 1 7. Hələ ki doğru gəlir. Kesin 5-ə indi. 5-i vururam 365-i. Görüm burada K neçə olur? K yenə də yəqin 5 olacaq. 5-i 5-i 25 2 yadda. 5 dəfə 6-nı 30. O da 2 32 3 yadda. 5 dəfə 3-ün 15. Orada da 3 yadda qalmışdıq. 18 oldu. Demək, qara nöqtə 8-dir. Qara nöqtəni bizdən istəmir. Sadəcə boş qoyub ki, yəni onu da müəyyənləşdirək. Amma onun qiyməti olsa bizə lazım deyil, istəmir. 7 ilə 2-ci cəmi 9. 3 ilə də 5-ci cəmi 8. M oldu 8. 8, 2, 5-in cəmini tapıram. Vəssalam. O da edir 15. Cavab olur C variantı. İkinci sualda deyir ki, M 4 4 vurulsun 3M yenə belə bir ifadə verib. Birinci mən fikirləşirəm ki, bu L ilə M-ə nə qoya bilərəm? Burada L ilə M-in cəmi 0 yazıb. Və bu L olduğu kimi salıb aşağı, düzdür? Demək ki, bu L ilə M-in cəmi, L nəticə olduğu kimi yazdı, bu heç aydın məsələdir. Və L ilə M-in cəmi elə bir ədəd olmalıdır ki, bizə 0 ilə bitən bir ədəd versin. İndi fikirləşirəm, L ilə M-ə neçə yaza bilərəm? Məsələn, burada 3-ü neçəyə vursam 700 neçə alınır, onu fikirləşim. Bu ikinci gələn, axı birinci M-i vururlar buna, birinci gələn yazılır. Sonra 3-ü vururlar bu yenə M44-ə və 700 M alınmalıdır, düzdür? Onda mən fikirləşirəm, bu 3-ü neçə 100 nəyəsə vurum ki, 700 nəsə alınsın, ya da 700-ə yaxın alınsın. 3-ü ancaq 2-yə vursam 6 eləyərdi, yəni 700-ə yaxın olacaq. Çünki burada onsuz da onluq təkillərini də vuranda 700 neçəsi olacaq. Deməli, M-in yerinə 2 yazdım. M-in yerinə 2 yazıram onda hər yerdə, görüm L neçə alınır. L də aydın məsələdir ki, 2 ilə nəyin cəmi 0 eləyər, yəni 10 eləyər də. Demək ki, onda 2 ilə 8-in cəmi. Bir yaddam da yoxdur deyə birbaşa 8 yazıram. Çünki L olduğu kimi salıb aşağı. Deməli, L 8 imiş. Yerinə qoyuram. 2 vur 4 8 həqiqətən ödədi. 2 vur 4 8 ödədi. 2 vur 2 4 düzdür. 3 4-ə 12 bir yadda. Yenə 12 o da 1, 13 bir yadda. 3 vur 2, 6 o da 1, 732 ödədi. Toplayanda el 8 olduğu kimi saxladım. 8-dən 2-ci cəmi 11 yadda. 4-dən 3 7, üstə gəl 1, 8, 7-yə dəymirəm. El oldu 8. El tapıldı, el istəyirdi məndən D variantı. Baxıram 3-cü suala. Deməli, burada nədir?
Bax 6-nı vurub nəyəsə, yenə B-ni vurub AB-yə. Yəni AB 6-ya bilinmir nəyə vurub. Sadəcə burada 5 ilə 8-in cəminin 13 olduğunu deyə bilərəm ki, yəni toplayanda 13-dür. Bir yaddan qalacaq o heç. Amma B-də bir yadda yoxdur. Çünki olduğu kimi salıb aşağı düz. Onda 5 ilə 8-in cəmi aydın məsələdə 3 ilə bitən bir ədəddir. 13-dür. Bir yaddası qalıb 6 ilə 7-ni toplayanda da neçə 13, orada bir 14, yəni doğru gedir. Deməli A neçə olmalıymış? 3 olmalıdır. A-nı tapdım 3-dür. Gətirib A-nın yerinə 3 qoyuram. Vəssalam. Burada necə tapacam? Fikirləşirəm ki, B-ni mən bu ədədə vuranda mənə bu birinci 65 neçəsə verməlidir. Amma 3-ü bu ədədə vuranda bu ikinci sütundakı ədəd verməlidir. Deməli mən 3-ü, yəni vururam A, B 6-ya. A-nı da hətta bilirəm də, A-nı da yerinə 3 yazarım birbaşa. Vuranda mənə nə verməlidir? 978 verməlidir. Deməli mən bu AB6-nı, yəni 3B6-nı tapmaq üçün 978-i gərək 3-ə bölüm. Bir kənarda onu böləcəm. Yazaram 3B6 bərabərdir. Bir qıraqda 978-i bölürəm 3-ə. Görüm o da neçə 3 dəfə 3 9, oradan 2 dəfə 18 də 6 dəfə 326. Deməli 3BC neçə imiş? 3BC-ni yox, bu C deyil. Burada 6 yazmışam. 3B6 elə 326 imiş. Yəni B neçə imiş? Onda 2-dir. B-nin yerinə 2 yazıram. B-yə 2 yazsam aynen B-nin cəmi 3 ilə 2-nin cəmi 5 edir. Cavab olur A variantı. 4-cü suala baxıram. 4-cü sualda görə nə istəyir bizdən? Yenə 7 Z. 7-ni vurub Z-ə cavab Z tapıb. Deməli, bu Z elə bir ədəddir ki, 7-ni vurub təzədən Z-in özü qalıb. Deməli, 7-ni 5-ə vursam ancaq 35 eləyər də, düzdür? Yəni sonu 5 ilə bitər. Və yaxud Z-in yerinə 1 də ola bilər. 7-ni 1-ə vuranda, yox 1 olmur. 7-ni 1-ə vuranda 7-yi bir 7-nin özü olur. 1-in özü olmur ki. Bir dənə yəni 5 ola bilər. Z-ə onda 5-i yazdım. Burada 5-ləri yazıram. Z deməli hələ ki düşünürəm ki 5-dir. Hesablayaq görün sonra. Onsuz da başqa mümkün deyil də. 7 vur 7. Elə bir ədəd yoxdur ki, vuranda nəyə vururamsa özü qalsın cavab. Yəni ən azı son rəqəmi. Bir dənə 5-dədir. Deməli 7-nin 5-in yerinə 35 yazdım. Və hesablayıram 3 yadda. Bir də burada nəyə fikir verəcəm? 5-i olduğu kimi salıblar aşağı. Demək, bura 5-dir. Və M-in üstünə 5 gəlib 2 yazıb. Demək ki, bu 5-in üstünə neçə gəlsəm, hər halda 2 eləyə bilməz də. 12 imiş ki, 2 yazılıb. Deməli, M 7 imiş. Düzdür. 7 ilə 5-in cəmi axı 12 eləyər. Sonu 2 ilə bitər və bir yaddımda qalıb. Onda keçdim bu üstünə. 6 ilə C-ni toplayıb 9 eləyib. Düzdür. 6-nın üstünə 3 gəlsəm normalda 9 eləyər. Amma bir yaddamda var axı. Ona görə gərək 2 yazım ki, 6 ilə 2-nin cəmi 8 eləsin. 8-in üstünə o bir yaddan gəlim 9 alınsın. Yəni C də tapıldı. C oldu 2. A-nı hələ bilmirəm. K ilə 5-in cəmi 8-dir. İndi yenə bir yaddam daha qalmayıb. 6 ilə 2-nin cəmi 8, o da bir 9, bir yaddam getdi. Qaldı K ilə 5-in cəmi 8 edir. Deməli, K-nın yerinə mən gərək 3 yazım ki, 3 ilə 5-in cəmi 8 olsun. Və salam deyinə çatmır, yerinə qoyaq. Deməli, bu A-nı, C-ni bilirəm də artıq 2-dir. Şurada fikirləşirəm, A-nı yerinə nə qoysam, A-nı 525-ə vurub, A-nı vurub 525-ə, cavab elə 525 tapıb. Aydın məsələ, deməli, A neçəymiş? Elə A-mız 1 imiş. A olur 1. Vəssalam, Z üstə 5 dəqiqə 2 üstə gəl 1, o da verir bizə 8, cavab olur D variantı. 5-ci sualda verib bizə belə bir misal. Deməli, neyniyərəm burada? Nöqtələri əvvəlcə doldurmağa çalışım. Deməli, burada 2 imiş ki, olduğu kimi saxlayıblar. Yəni, aşağı elə 2-ni birbaşa yazıblar, düz. Sonra 8-in üstünə nəsə gəlib 15 yazıblar. 15 nəyə görə deyirəm? Çünki 8-in üstünə nəsə gələndə 5 ola bilməz axı heç vaxt. Demək ki, 15-miş. Bir yaddası da var imiş. Onda 8 üstə gəlsin, 7 yazaram ki, 15 eləsin. Bir yaddam da qaldı. İndi 6-nın üstünə gəlsəm yenə 5 ilə bitən ədəd hər halda 15 eləyər. Demək, burada 9 yazmalıyam, 15 yaz. Amma bir yaddamda var deyə biraz bir vahid azaldıram, 8 olsun. 8-in 6-nın cəmi 14 eləyir. Bir yaddana da gələndə onsuz da 15 eləyəcək. Yenə bir yaddam qaldı. Bəs 3-ün üstünə gəlsəm 5 eləyər. Normalda 2 yazmalıydım, bir yadda olmasaydı. Amma bir yadda vardı, bir vahid azaltdım. 1-dən 3-ün cəmi 4, üstünə 1 gəldim 5. Artıq bir yaddam getdi də qutardı. 4 də olduğu kimi qaldı. Deməli, nöqtələr tapıldı. İndi baxıram ki, 7-ni vurub M-in elə. A-nı da vurub nəyəsə.
cavabı tapıb. Fikirləşirəm ki, 7-ni mən nəyə vursam, cavab 4368 verər. Çünki vurmada belədir də bu ikinci ədəd onluğu vuranda bu aşağıda verilən ədəd alınmalıdır. Yəni 7 vurulsun MNL bərabərdir 4368-ə. Buradan MNL-i tapmaq üçün aydın məsələ 4368-i gərək bölüm 7-yə. Onu da böləndən neçə dəfə düşər? Hesablayaq, alt dəfə 42, 16-nın içində 7, 2 dəfə 14, 28-də 7-yə bölürəm, 4 dəfə 624 oldu. Demək ki, MNL tapıldı ki, 624-dür. N bizə lazımdır, N2-dir yazdım yerinə, A-nı bilmirəm amma. A-nı da tapmaq üçün nə edərəm? 624-ü fikirləşirəm mən nəyə vursam, yəni A-ya vursam, cavab mənə 1872-ni verər. Çünki birinci A-nı vururlar MNL-ə. Nə alınsa burada birinci yazılır, 1872-nin yerində yazılmalıdır. Yəni fikirləşirəm ki, A-nı neçədirsə, vururam 624-ə, cavab mənə 1872-ni verir. A-nı da tapmaq üçün 1872-ni böləcəm onda 624-ə. Oradan da cavab neçə eləyər? Tam bölünsün deyə elə bir ədəd qoyaq. 3 dəfə 4 olsa 12, 1 yadda, 6 da 1, 7, 18, hə. 3 dəfə elə ödəyir. Deməli, A neçəymiş? 3-ümüş. A da tapıldı 3, onda 2 üstəgənəsinin 3 bərabərdir 5 edir. Cavab olur A variantı. Belə. Da belə. Keçək növbəti suala. 6-cı suala baxaq, görək burada nə istəyir. Deməli, KLM-in MN hasini verib NN, L5, KL1. Aha. Deməli, burada N-i tap deyir bizdən. Nə edərəm? Fikirləşirəm ki, 5 olduğu kimi salıb aşağı, düzdür. L-lə də 1-in nəsə verib. L neçədə hələ heç bir fikrim yoxdur. N-lə amma L-i toplayıb 7 verib. Sadəcə burada nəyə düşünə bilərəm? M-i M-ə vurub, burada M-i M-ə vurub 1-lə qutaran bir ədəd eləyib. Nədirsə 1-lə qutaran ədəddir. Deməli, onda bir qırağa yazaram ki, M vur M bərabər nəsə axırında 1-dir. Ya 9 ola bilər onda. 9 vur 9, 81 edir. Son rəqəm 1-lə qutur. Deməli, M ya 9-dur, ya da elə 1-in özüdür ki, 1-i 1-ə vurub 1-lə qutaran bir ədəd eləyib, düzdür? İndi gəl yoxlayaq. Deməli, M-in yerinə bir məsələ var ki, 9 yazsam. İndi burada girək neçə qalacaq onda? Neçə qalacaq görək. 9 vurub K-ya, hə. Hesablayaq da onda tutaq ki, hansısa birini seçim qoyaq, yazaq. Tutaq ki, yazıram. 1 qoyuram. 1 qoyuram. M-ə 1, 1 bura. Başqa hara 1 olacaq. İndi gəl hesablayaq. Deməli, vurub açıram. Bax, niyə 1 əslində yazaram? 9 da düşünə bilərdim, amma 9 niyə olmaz? Çünki 9-u bu 9 M-ə vuranda, yəni K nədirsə bilmirəm də, 9-u bu K-ya vuranda cavab burada KL1 eləməlidir. 9-u K-ya vursam K-nın özü qala bilməz axı. Demək, bu M elə bir ədəddir ki, 1 imiş ki, 1-i KL-ə vurub elə KL-in özü qalıb da, yenə də bax 9 olsa yox, 1 olsa düz olur. KL 1 olur elə. Olduğu kimi görürsünüz, düşüb bura. Deməli, M neçəymiş? 1 imiş ki, KLM-ə vuranda olduğu kimi gəlib KLM qalıb burada. M də yəni 1-dir bilirəm artıq da 1 qoydum. Deməli, M1 götürəcəm, 9 deyil. M-in yerinə harada görsəm 1 yazıram, hesablayıram. Deməli, bir dəfə KLM aydın məsələləri yazılıb, kesim də elə. Görə indi L neçədir ki, vurub 1-ə 5 tapıb. Aydın məsələdə L-in yerinə 5 olacaqdır. 5-i 1-ə vuram 5 eləyir. 5-ə 5-ə vuram 25 eləyir. 2 yazıram. 5, 2 yadda 5 yazıram daha doğrusu. Deməli, L oldu 5. L tapıldı. Yəni düz gəlir hələ ki. Sonra 5-i nəyə vursam? 5-i nəyə vursam? Fikirləşirəm ki, deməli, hələ üstə gəl 2 yaddam da var da, düzdür. K-nın qiymətini də hələ ki bilmirəm. Deməli, K-nın yerini neçə yazaq? Hələ ki heç bir kim yoxdur. Amma aşağıdan gəl baxaq. 5 ilə 1-in cəmi 6 burada verdi bizə. N ilə L-in cəmi. L-i bilirəm də 5-dir. Bura 5 yazıram. N-i hələ ki bilmirəm. K-nı bilirəm. Yox, K-da yoxdur, N-də yoxdur. Deməli, 5 ilə nəyin üstünə gəlsəm 7 eləyər. 2 olsa 7 çatmır. Deməli, N oldu 2. N tapıldı 2-dir. Yazsam 2-nin üstünə 4 gəlsəm 6 eləyər. Hər şey doğru. 4 də bura qoysam 5 də 4-ün 20 üstə gəl ki 22 də tam doğrudur. Deməli, N neçə oldu? 2 olur. B variantı. Keçdim 7-ci suala. Deməli, bizdən nə istəyir? Deyir ki, 7-ci sualda A-B-A-nı vurub A-B-yə. Deyir, necə eləyərəm? Bax, burada birinci fikirləşməliyəm ki, ikinci
bu üstündən toplanana baxmalıyam. Onu necə alaram? Nəyə vursam ala bilərəm bu AB A-nı? Bu A-nı vursam AB-yə ala bilərəm də, düzdür? Onu da hardan bilirəm? Vurmada birinci B-ni vururlar, buraya yazırlar. Sonra ikinci A-nı vururlar, aşağı yazırlar. Deməli A-nı vurub A, B, A-ya cavab da elə A, B, A tapıb. Demək ki, bu A-nın özü neçəymiş ki, vurub özü qalıb qiymət. Deməli, A ilə 1-imiş də, aydın məsələdir. A tapıldı 1-dir. A-nı yerinə gətirib qoyacam 1. Hesablayaq görən neçə edir? A-ya 1 qoysaq. 1 bura, 1 bura, 1 bura. Bura 1 yazıram, burada 1 yazıram. 6 bura onda deməli. Nə ilə birinci cəmi 7 eləyər? 6 ilə birinci cəmi 7 olur. Növbəti görək. Neçədir? İndi B-ni də nəyəsə vurub, 1-ə vurub, cavab 6 ilə qutaran bir ədəd eləyib. Deməli, bu B neçəymiş ki, 1-ə vuranda 6 olub. Elə B deməli 6 imiş də, 6-nı 1-ə vuranda 6 eləyir. 1-dən 6-nın cəmi elədi 7. Cavab olur C variantı. Baxaq 8-ci suala. KLK vur A7. Deməli, burada necə fikirləşə görək nələr var bizə kömək ola biləcək. Tutaq ki, baxıram. KLK 5, 5. A-nı vurub KLK-ya 5, 5. 5 el 5 tapıb, düzdür? Ellər eynidir, ortalar eynidir. Qıraqlar da K-lar 5, 5-dir. Elə görsənir. Deməli, K neçəymiş? 5-dən 5-imiş. Buradan tapdım. Aha. Onda A neçə olacaq? A 1 olmalıdır ki, gərək bu ədədə vuranda eynisi qalıb da, düzdür? A da 1-dir. Deməli, A 1-dir. Sonra başqa K-nı tapmışam. Bu da 5-dir. K-lara onda 5 yazım hamısına. El bilmirəm hələ ki. Bir dənə A bilirəm ki, 1-dir. Başqa heç nə yoxdur. Aha. İndi davam edək. 7-ni vurub 5-ə, 35-ə 3 yadda 5 yazıb. 7-ni nəyəsə vurub, üstünə də hələ 3 gəlib, D tapıb. Buradan əslən D-ni tapmaq olar da. 5-in üstünə gəlsəm 7 eləyər. 2 gəl. 2 üstə 5 gəlsəm 7 eləyər. Düz D tapıldı 2-dir. El də hələ bilmirəm nədir. Aha. Buradan da 9 üstə gəl 5 4 olacaq yəqin ki, ya da 3 olacaq. Niyə? 1 yadda varsa 3 olacaq, yoxsa 4 olmalıdır, düzdürmü? İndi davam edək. Deməli 7-ni dedim ki, elə vurub, nəyəsə vurub üstünə 3 gələndə sonu 2 ilə bitən bir ədəd olub. Yəni nəyin üstündə? Tutaq ki, 7-ni 7-yə vursam neçə olar? 7 olsa çox olar, amma bir dəqiqə. Elə bir ədəd olsun ki, balaca bir ədəd olsun. Tutaq ki, sən götürək burada. 7, 7, 49 olsa, 49-un üstünə 3 gəlsəm 52 eləyər amma. Niyə 7 olar? Çünki 9-un üstünə 3 gələndə axırı 2 ilə bitən bir ədəd eləyir də, 12 eləyir, düzdür? 7-ni də nəyə vursam, sonu 9 ilə bitər. 7-yə vuranda ancaq 49 olur da. Ona görə elə 7 yazıram. Elə 7 yazdım, 7-ni 7-yə vurdum. 49 üstünə bu 3 yaddan gəldim. Oldu neçə? 52 oldu, düzdür? 49 da 5 yaddan qaldı deməli. İndi sonra 7-ni 5-ə vuram 35. Orada da 5 yaddan var idi. 35-in üstünə 5 gəlsəm 40 edir. Deməli bu C 3 yox, elə 40 imiş. Yəni B-də 0-da aydın məsələdir. Deməli C tapıldı. C-ni tapmışam 4. B-ni tapmışam 0. L-i tapmışam 7. D-ni tapmışam neçə? 2. Və sonra bunların cəmini istəyir məndən. Cəminin deyir vur hasilini tap sonra. 1 ilə 4-ün cəmi 5 edir. 5 ilə 7, 12, o da 2, 14. 5-i 14-ə vuram və son cavab olur 70 D variantı. C9-cu suala. Yenə burada baxıram ki, C-ni vurub nəyəsə olduğu kimi qalıb. Birinci baxaq toplananlara. Bura neçədir bilmirəm. Cəmi olduğu kimi qalıb. 1-in altının cəmi 7-dir. Yoxlayıram hələ ki 1 olduğu kimi qalıb. 2 ilə nəyəsə cəmi də A-dır. Hələ ki dəymirəm. Fikirləşirəm 3-ü nəyəsə vurub. Yəni bu AB2, A2B-yə vurub cavabı 1, 2, 6 və nəsə. Da, yəni nəsəni bilmirəm də, nədir, düzdür? Aha. Deməli, mən bu 3-ü nəyə vursam, başı 12 ilə başlayar da ən azından. Çünki niyə 12 ilə başlatdım? 1000 neçədir? 3 rəqəmə də vurub 1000 neçə alınıb. Deməli, bu 4 olar ki, 3-ü 4-ə vurum 12 ilə başlasın, düzdürmü? Onda A-nı tapdım ki, 4-dür. Və davam edirəm. Harda A görsəm 4 yazıram. Onda 2-nin üstünə nə gəlsəm, bir yaddan da yoxdur özdə burada. 2-nin üstünə gəlsəm 4 edir. Deməli, bura 2 imiş. Bura tapıldı. Keçək C-yə görə. C-də necə olar? B bilmirəm də hələ ki, düzdür. B-miz yoxdur əlimizdə. Amma C elə bir ədəddir ki, vurub B-yə, sonu yenə özü ilə bitən bir ədəd alınıb. Buradan görək nə verər bizə? Heç nə verirmi? Vermir.
110, hə, heç nə vermir. İndi baxaq digər bir hala. C-ni də təzədən 2-yə vurub, ona baxıram ki, 0-la bitən bir ədəd alınır. Deməli, yəni C-ni nəyə vursam, 2-yə vursam, 2-ni yəni nəyə vuranda sonu 0-la bitən bir ədəd alınır, onu düşünməliyəm. 5-ə vursam ancaq 2-ni sonu 0-la bitən bir ədəd alınır da, başqa var, yoxdur. 2 vur 8, 16-dır. Yoxdur da, düzdürmü? Yoxdur. Elə ancaq gərək 5-ə vurum ki, sonu 0-la bitsin. Deməli, C 5 ola bilər. Başqa bir dənə düşünək. 2 vur 2, 4 yoxdur da 2 vurmasında sonu. Ancaq deməli 5 mümkündür. Yəni 10 olar tutaq ki, amma 10 yaza bilmərəm. Bax, C-nin yerinə bir rəqəmli olmalıdır. C deməli tapıldı 5-dir. C yazıram 5. Yəni davam edim, yoxlayacağam təbii ki. C 5-dir. İndi 5-i nəyə vursam, bəs sonu elə C-nin özü qalar, 5 qalar. Yəni 5-i ancaq 1-ə vursam da, 5-i 1-ə vururam, 5 edir, 5-i 2-yə vururam, 10 eləyir, 1 yazıram 0. Deməli 5-i 4-ə 20, orada 1 21. Həqiqətən ödədi. C deməli 5 imiş və salam. Burada neçə olur onda? 3-ü 1-ə vururam, 3 eləyir. 3-ü 2-yə vururam, 6, 3-ü 4-ə 12 düz gəldi. 0-ın 3-cü cəmdə 3 elədi. Və salam. B də deməli çəymiş 1-dir. 4 vur 1 vur 5, o da eləyir 20. B variantı. 10-cu sualda baxıram. Kayf vur. Aha. Görə burada nə əlaqə yaradıblar? Deməli, yenə baxıram ki, D-ni vurub KLK-ya, yenə KLK-nın özü qalıb. Deməli, D 1 imiş də, aydın məsələdir. D 1 olmalıdır ki, eyni alınsın. Deməli, D tapıldı 1-də. İndi gəl baxaq digər. D harda varsa yerinə 1 yazıram. Başqa D görmədim. İndi F-ə dəymirəm. 1 ilə K-nın cəmi 7 eləyir. Deməli, K neçəymiş, aydın məsələ ki, 6 olmalıdır. 1 yaddamda yoxdur. K-lara tez 6-ları yazıram. Vəssalam. Harda K görsəm 6 yazıram. 1-in 6-nın cəmi elədi 7. 3 ilə nəyin cəmi 8 eləyər. 5-in cəmi 8 eləyər də, düzdür. 5-in cəmi 8-dir. Sonra deyir ki, 5-in cəmi 8-dir. 1-in 6-nın cəmi 7-dir. Hər şey doğrudur. Elə deməli 5 yazıram onda yerinə. Burada 5 yazıram. Vəssalam. KLK demək olar ki, tapıldı. Qaldı bir dənə F-in qiyməti. Şurada 656 deyil, 656. Görək F neçəyə vurub ki, F-i 6-ya vurub, cavab elə F-in özü qalıb. Onda deməli F neçə olar? Məsələn, F elə bir ədəd qoyum. Məsələn, 1 yazsam 1 vur 6, 6 eləyir. Onda F eyni olmur F-lər. 2 qoysam, tutaq ki, 2 vur 6, 12, bir yadda. 12 olur da F-lər eyni olur bu dəfə, düzdür. Onda F 2 olsa, gəlin yoxlayaq. 2 vur 6, 12, bir yadda. 2 vur 5, 10, o da 1, 11, bir yadda. 2 vur 6, 12, o da 1, 13 ödədi. Şurada deməli F neçəymiş? 2 imiş, tapıldı. Tardı getdi. Burada da çünki elə 2-nin olduğu kimi salıb 2 qalıb burada. Vəssalam. Deyirində 2 vur 5, 10 üstə gəlsin 6 vur 1, 6, 16 edir. Cəmdə A variantı. Yəni bu formada yazırıq. Bölmələrdən də biraz yazaq. Vurmalardan eyni tiplərdir. Məsələn, 41 tiplərə baxıram. Burada nə istəyir? A-nı bölüb B-yə cavab 4 qalıq 3 qalıb, düzdür. B-ni bölüb C-yə cavab 2, yəni qismət 2 qalıq 5 qalıb. Bizim belə bir qaydamız var ki, qalıq həmişə böləndən kiçik olmalıdır. Yəni qalıq kiçikdir C-dən və yaxud belə bölən yazaq, ümumi olsun böləndən. Bölünən bölən qismət qalıqdır. Bunlar aydın məsələdir. İndi mən fikirləşirəm ki, C deməli neçə ola bilər? C gərək 6 olsun ki, bu 5-dən kiçik olsun. 5 yəni 6-dan kiçik olmuş olsun, düzdür? Yəni 6-dan yuxarı bir ədədlər ola bilər ancaq, düzdürmü? B isə neçə ola bilər? 3-dən böyük ədədlər 4, 5, 6 və s. ola bilər. Düzdür? Ən kiçik yəni 4-dür. İndi gəl minimum A-nı hesablayaq. Əvvəlcə A-nı bir qiymətlərini tapım. A-nı B-C-ni ifadə edeyim. Necə eləyərəm? A-nı bölüb B-yə cavab 4 tapıb, qalıq 3 tapıb. Yazaram A bölü B bərabərdir 4, qalıq 3-dür. Buradan deyərəm ki, A nəyə bərabər? 4-ü vuraram B-yə, üstünə gələrəm qalığı. Yəni, qisməti vururam. Natamam qisməti vuracam bölənə, üzərinə qalıq əlavə edirəm ki, A-nın qiymətini tapım. Burada bəs B nəyə bərabərdir? C-ni vuracam 2-yə. Yəni, qoyub bölmə kimi yazaq. B-ni bölüb C-yə cavab 2 tapıb, qalıq 5 tapıb. Yenə də B bərabər, deməli 2-ni vuracam C-yə. Qisməti yenə vuracam bölənə, üzərinə qalıq əlavə edəcəm. B-ni də tapdım. Gətirib həmin B-ni A-nın yerində qoyacam. Onda A bərabər 4 vurulsun. B-nin yerinə 2C üstəgəl 5 yazıram, üstəgəl 3 yazıram. Və bunu sadələşdirək. Deməli, A bərabər nə qalacaq? 4-ü 2C-yə vuram, olur 8C üstəgəl 4-ü 5-ə vuram, 20 üstəgəl 3. Deməli, A neçə oldu? 8C üstəgəl 23 oldu. Və C-yə də minimum 6 qoya bilərəm. 6-dan sonraki rəqəmlər qoya bilərəm.
Onda ən kiçik istəyirsə minimum 6-nın elə özünü qoyacağam. A bərabərdir 6 vur 8, 48 üstə gəlsin 23. O da verir neçə? 60 orada 71. Yəni minimum A-nın qiyməti 71 ola bilər. Cavab olur Y variantı.